Salam olsun. Bugün sizlərlə 6 aprel 2025-ci ildə qəbula düşmüş sualların izahına baxacağıq. Qeyd edim ki, yəni biz suallara keçməmişdən qabaq bir şeyi diqqətinizə çatdırmaq istəyirəm. Bilirsiniz ki, mənim kanalıma abunə olanlar, bundan əvvəl mən bu tip sualları paylaşırdım və orada variantlar olurdu. A variantı, B variantı, C variantı. Bu səfər isə təəssüf ki, bunlar olmayacaq. Sadəcə ümumi orada düşən suallara baxacağıq və onu da qeyd edim ki, suallar 100% dəqiqliyi ilə yəni yazılmayıb. Yəni bilirsiniz, imtahanda yəni elektron şəkildə olur. İmtahan sualları verilmir həmin şəxslərə, imtahanda iştirak edən şəxslərə və ona görə də məcbur oluruq, yəni imtahanda iştirak edənlərin belə deyək, onlardan alınan cavablar əsasında biz bu sualları tərtib edirik. İndi isə biz ümumi baxmalıyıq ki, bu suallar necə olub, nə tip suallar düşüb, qanunun hansı hissələrindən düşüb, ona görə bu videonu çəkirəm. İndi isə gəlin baxaq suallara. Yəni mən bunları dedim ki, sonra hər hansısa bir problem yaşamayaq. İndi isə baxırıq suallara. Məsələn, belə bir sual düşüb ki, Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətini necə qurur? Konstitusiya sualıdır bu. Bilirik ki, Azərbaycan Respublikası münasibətini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan qaydada münasibətlərini qurur. Düzdürmü? Daha sonra keçək biz digər sualımıza. Görək hansı sual düşüb. Orada belə bir sual düşüb ki, prezidentin səlahiyyətlərinə aiddir. Doğru cavabda da Mərkəzi Bankın sədrinin seçilməsi olub. Ümumiyyətlə, gəlin belə bir şey sizə məlumat verim. Biz bilirik ki, Milli Məclisin səlahiyyətinə aiddir nə? Prezidentin təqdimatına əsasən Mərkəzi Bankın idarə heyətinin üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi. Vəzifəyə təyin və vəzifədən azad edilməsi. Təyin və azad. Ancaq prezidentin səlahiyyəti nədir? Ümumiyyətlə, prezident idarə heyətinin üzvləri arasından Mərkəzi Bankın sədrini seçir. Bax, idarə heyətinin üzvləri arasından sədri prezident seçir. Yadınızda bunu saxlayın. Daha sonra baxaq digər suala. Sual 3 rahat bir sual olub ki, Konstitusiyaya əsasən mülkiyyətin hansı növü deyil. Mən burada bunu artıq bu kimi eləmişdim, əvvəlkilər kimi. Orada ictimai mülkiyyət söhbəti var idi. Əlbəttə bu olmamalıdır. Çünki biz bilirik ki, mülkiyyətin 3 növü var ki, dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bir də bələdiyyə mülkiyyəti idi. Düzdürmü? Ona görə A variantı bizdə yanlış olan variant olmalıdır. Daha sonra isə biz keçək digər sualımıza. Sual belə olub ki, prezident nələrin təminatçısıdır? Mən bu haqda Konstitusiyadan qızıl qaydalarda nə demişdim? Demişdim ki, prezident təminatçısıdır Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün, daha sonra tərəfdar çıxdığımız beynəlxalq müqavilələrə riayət olunmasının, bir də məhkəmə hakimiyyətinin müstəqilliyinin. Bax, bunların təminatçısı kim idi? Bunların təminatçısı məhz Azərbaycan Respublikasının prezidenti idi, yadınızda saxlayın. Sual 5. Dövlət qulluqçusunun əlavə təhsil alması üçün deyək ki, hansılar əsas olub? Yəni, dövlət qulluqçusunun əlavə təhsil alması üçün əsaslar nələr idi? Gəlin onlara baxaq. Dövlət qulluğunda daha yüksək vəzifəyə təyin olunması, baxın, daha yüksək vəzifə, bunu belə yazdıq. Daha sonra ikinci nə idi? Ehtiyat kadrlar siyahısına daxil edilməsi, elə ehtiyat kadr yazdım siyahısı. Və bir də üçüncü var idi ki, dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi. Xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticəsi. Bir də dördüncü var idi ki, dövlət qulluqçusunun şəxsi təşəbbüsü var idi. Yəni, bunlar əsas idi, düzdürmü? Yadınızda bu 4 dənəni saxlayın. Daha sonra keçirik digər suala. Bu sual isə bu tip olub ki, yəni qeyd olunub ki, hansı 63 səslə qəbul olunur? Biz bilirik ki, Milli Məclisin ümumi qaydaları var. Bununla bağlı qanun qəbul edir və 3 məsələ vardır ki, 83 səs çoxluğu idi. Bax, onlar bu idi. Prezident seçkiləri idi, referendumu idi, Milli Məclis deputatlarının statusu idi və Milli Məclisə seçkiləri idi. Ancaq D variantında olan insan və vətəndaş hüquqlarından və azadlıqlarından istifadə və bu hüquqların və azadlıqların dövlət təminatı isə bu 63 səslə qəbul olunurdu. Digərləri isə 83 səs çoxluğu ilə qəbul olunurdu.
Daha sonra digər suala baxa bilərik biz. Qanunların icra və tətbiq olunmasına nəzarət edirdi kim? Əlbəttə ki, Azərbaycan Respublikasının prokurorluğu qanunla müəyyən edilmiş qaydada və hallarda prokurorluq nəzarət edirdi. Belə bir sual da düşüb. Və 9-cu sual isə korrupsiya şərait yaradan hüquq pozma soruşulub. Ümumiyyətlə bununla bağlı mənim də videom var. Bunu necə müəyyənləşdirəcəyik? Yəni yaxşı olar ki, o videoya baxasınız mənim YouTube kanalımdan və korrupsiya şərait yaradan hüquq pozmalardan biri də doğru cavab bu olub ki, normativ hüquqi aktların və digər qərarların qəbul edilməsi zamanı fiziki və ya hüquqi şəxslərə onların təyinatına uyğun olmayan üstünlüklər vermək. Baxın, bunun sonu məstərlə bitir. Ancaq korrupsiya, bilavasitə korrupsiyaya şərait yaratmaları isə sonu ası əsi ilə bitirdi. Hətta mən demişdim ki, əgər bu tiplə də müəyyənləşdirə bilməsəniz, onda açar sözlərə baxın. Məsələn, bilavasitə korrupsiya şərait yaradan hüquq pozmalarında çox zaman xidməti vəzifələrinin icrası ilə əlaqədar sözü ilə başlayır. Yadınızda bunu da saxlayarsınız. Daha sonra vətəndaşların müraciəti haqqında qanundan düşüb. Orada yazılıb ki, hansı yanlışdır və ərizəni belə veriblər ki, ərizə pozulmuş hüquq və azadlıqların bərpası və müdafiəsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət deyib. Biz bilirik ki, ərizə nə idi? Hüquq və azadlıqların həyata keçirilməsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət idi. Ancaq pozulmuş hüquq və azadlıqlarının bərpasının müdafiəsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət isə o isə olur, şikayət olur. Yəni burada əslində ərizə yox, bu şikayət olmalıdır. Ərizədə qeyd etdiyim kimi hüquq və azadlıqların həyata keçirilməsi ilə bağlı tələbləri nəzərdə tutan müraciətdir. Və müraciətin özü nə idi? Müraciət 3 cür olurdu. Təklif, ərizə, şikayət və müraciət baxan subyektə və ya onun vəzifəli şəxsinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı formada göndərilən və ya şifahi formada edilən fərdi və ya kollektiv qeyd etdiyim kimi təklif, ərizə və yaxud da ki, şikayət idi. Daha sonra sual biz 11-ə baxırıq. Etik davranış qaydalarına əməl olunmasına nəzarəti dövlət orqanının rəhbəri necə həyata keçirir? Dövlət orqanının rəhbəri xidməti qaydada idi, lakin əlavə məlumatlar da verim. Yuxarı orqan bunu həyata keçirirdi tabeçilik əsasında və bir də müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, Dövlət İmtahan Mərkəzi, yəni etik davranış qaydalarına əməl olunmasına nəzarəti isə öz nizamnaməsinə uyğun olaraq həyata keçirirdi. Yuxarı orqan qeyd etdik, tabeçilik. Hətta mən bununla bağlı son videom olan etik davranış qaydalarından qızıl qaydalar adında belə bir videom vardı. Orada da bu haqda danışmışdım. Gördüyünüz kimi suala da bu formada gəlib düşüb. Daha sonra gücləndirilmiş elektron imzanın nə olduğu soruşulub. Gücləndirilmiş elektron imza sahibinin nəzarəti altında olan elektron imza vasitələri ilə yaradılan və yalnız imza sahibinə məxsus olmaqla onu identikləşdirən belə deyək, elektron imzadır, qısa şəkildə desək. Bəs elektron imzanın özü nə idi? Digər verilənlərə əlavə edilən və ya onlarla məntiqi əlaqəli olan imza sahibini identikləşdirməyə imkan verən verilənlər idi. Bununla bağlı da mənim YouTube-da 2 videom var, onlara da baxa bilərsiniz. Daha sonra sual 13-ə baxırıq biz. Sual 13 nədir? Kargüzarlıq haqqında qanundan olub ki, nəzarətdə olan sənədlərin icrası haqqında təşkilatın rəhbərliyinə hansı müddətdə məlumat verilirdi? Əlbəttə ki, ayda bir dəfədən gec olmayaraq məlumat verilir. Yəni belə desək ki, ayda bir dəfə məlumat verilir. Daha sonra burada belə bir sual olunub, sual 14. 3-cü və 4-cü kateqoriyaya aid olan qurumların uyğunluğunu müəyyən edin. Məsələn, burada düzdür, hamısını mən yaza bilməmişəm. Hətta orada bu adlarda problem ola bilər. Necə? Məsələn, mən yazmışam Sumqayıt prokurorluğu, amma orada başqa bir prokurorluq olur. Amma nəticə etibarilə ilə dəyişmir. Yəni Bakı şəhər prokurorluğu, mən bunu demişəm kateqoriyalarda, istisna haldır ki, bu 3-cü kateqoriyadır. Ancaq digər prokurorluqlar isə söhbət rayon prokurorluqlarından gedir, şəhər prokurorluqlarından 4-cü kateqoriya olur. Məsələn, kommersiya məhkəmələri neçə idi? Kommersiyadır, inzibati məhkəmə idi, ağır cinayətlər məhkəməsi idi. Bunların hamısı 3-cü kateqoriya idi. Ancaq rayon prokurorluqları, rayon məhkəmələri isə bunlar isə 4-cü kateqoriya dövlət orqanları idi. Daha sonra baxaq digər suallara. Dövlət qulluğuna hansı hallarda qəbul olunur? Bu ümumiyyətlə bu sualla bağlı da bir şey qeyd etmək istəyirəm ki, burada əsasən baxmalıyıq ki, dövlət qulluğuna hansı hallarda qəbul olunmur.
Məsələn, qəbul olunmurdu həmin şəxsin fəaliyyət qabiliyyətinə malik olmaması və ya məhdud fəaliyyət qabiliyyətə malik olması haqqında məhkəmənin qərarı təsdiqləyərsə, məhkumluğu ödənilməyibsə və yaxud da qeyd edək götürülməyibsə həmin o şəxsin və yaxud bilavasitə tabeliyində və ya nəzarət altında işləyəcəyi dövlət qulluqçusu ilə yaxın qohumluq və qudalıq əlaqəsi olduqda, əlbəttə ki, bu yaxın qohumluqdan söhbət nədən gedir? Ər-arvaddan gedirdi. Daha sonra nələrdən gedirdi? Qardaşlar, bacılar, yəni bu kimi qohumluq əlaqədən söhbət gedir. Bacı, burdan da yazaq qardaş və yaxud övladları, yəni bu kimi münasibətləri, əlaqəsi olarsa, o zaman dövlət qulluğuna qəbul edilmir və bir də barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olarsa. Və son olaraq da əlbəttə ki, qanunvericiliklə müəyyən edilmiş qaydada. Və orada necə olub sualın cavabı? Belə olub ki, orada bu onun fəaliyyət qabiliyyətinə malik olmaması, bunu dəyişdiriblər və məhdud fəaliyyət qabiliyyətinə malik olması yox, olmaması barədə məhkəmənin qərarı ilə təsdiq olunarsa, əlbəttə ki, qəbul oluna bilər. Daha sonra belə bir sual olub, etik davranış qaydaları haqqında sualdan düşüb. Bu da sual belə olunub ki, etik davranış qaydaları haqqında qanuna əsasən orada maraqların toqquşması maddəsinə aid deyil. Cavab da bax belə olub ki, tərəflərdən biri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanı olan əqdlərdə dövlət qulluqçusu digər tərəf ola bilməz. Bax bu maddənin özü korrupsiya maddəsindədir. Məhz maraqların toqquşmasının qarşısının alınması haqqında maddədə deyildir. Yəni bu arada bu korrupsiya maddəsi dedim, bunu qanunla səhv salmayın. Söhbət etik davranış qaydaları haqqında qanundan korrupsiyanın qarşısının alınması maddəsindən gedir ki, ona da baxa bilərsiniz. 13-cü maddədir. Daha sonra baxaq digərinə. Yenə də korrupsiyadandır. Bu korrupsiyadan bu tip sual düşüb ki, korrupsiyaya qarşı mübarizə haqqında qanuna əsasən vəzifəli şəxslər tərəfindən qanunsuz əldə edilmiş əmlak və qanunsuz əldə edilmiş imtiyazlar necə ödənilir? Dövlət nəfinə ödənilir. Ümumiyyətlə bu tip sual olub. Yəni mən bu sualı da ümumi sınaqlarımda izah etmişəm. Buna oxşar bir sualımız olub. 18-ci sualımıza baxaq. Məhkəmələr və hakimlər haqqında qanuna əsasən olub ki, hansı doğrudur? Mən bunu qeyd etmişdim məhkəmələr haqqında qanunda ki, orada bütün sözünə baxın. Çünki uşaqlar bəzən görürsüz bu bütün sözün götürəndə bunu yanlış kimi götürürlər ki, hə, bütün sözü varsa deməli bütün olmaz. Yəni bütün hallarda məhkəmənin qərarları açıq elan edilirdi. Mən demişdim ki, xüsusi bu hissədə diqqətli olun. O videolarıma da baxa bilərsiniz. Yəni məhkəmələr haqqında qanunda. Sual 19 isə vətəndaşların müraciəti haqqında sualdan düşüb. Bununla bağlı uzun-uzadı danışmayacağam. Sadəcə bunu qeyd etmişəm ki, orada sual vətəndaşların müraciəti haqqında qanuna əsasən müraciətə baxan subyektin və yaxud vəzifəli şəxsin vəzifələrindən sual düşüb ki, ona baxa bilərsiniz. Uzun bir belə deyək maddədir. Mən bunun izahını verməyəcəm. Vaxt itkisi olmasın deyə bunu da sizin öhdənizə buraxıram. 20-ci sual isə elektron imza haqqında doğrudurdan düşüb. Əslində burada yazdıqlarımın hər biri doğrudur. Sadəcə bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Məsələn, məlumat bildirişi və elektron sənədin istifadəsi həm elektron imza haqqında qanunla, həm də digər normativ hüquq aktlarla tənzimlənir. Ancaq orada salıblar ki, məsəl üçün yalnız tutalım da elektron sənədin istifadəsi yalnız bu qanunla tənzimlənir. Xeyr, olmamalıdır. Məsəl üçün deyirəm ki, orada bu sənədin notariat qaydada təsdiqi və dövlət qeydiyyatı tələb olunduğu hallar istisna halımızdır ki, bilirik ki, bundan başqa elektron sənəd kağız daşıyıcıda olan sənədə bərabər tutulur və onunla eyni hüquqi qüvvəyə malikdir. Ancaq orada həmin bu notariat qaydasında təsdiqi və qeydiyyatı çıxarıblar. Yəni o istisna halı çıxarıb o tip salıblar. Və doğru cavabımız isə bu olub ki, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malik olur. Bunu da belə yadınızda saxlaya bilərsiniz ki, nələrə diqqət yetirmək lazımdır. Bir də burada sual 21 də var ki, imza sahibi hansı halda elektron imzadan istifadə edərkən qarşı tərəfi xəbərdar etməlidir? Əlbəttə ki, sertifikatı olmayan imzadan istifadə edərkən bununla bağlı da mən ümumi sınaqlarımda bu tip sualım var idi. Yəni bu sualın demək olar birə-bir oxşarı.
Daha sonra Milli Məclis ilə Ali Məclis arasındakı oxşarlıqlardan düşüb. Yəni bununla bağlı mən deyə bilərəm ki, hər ikisi ümumi qaydalar müəyyən edir. Hər ikisinin həll etdiyi məsələlər var. Lakin bununla bağlı cavablarda açığı çox yəni məlumatım olmadığı üçün əgər imtahanlarda iştirak edən varsa, bununla bağlı cavabları da aşağı yaza bilərlər. Və onu da deyim ki, hər ikisi qanun qəbul edir, ümumi məsələlərlə bağlı, daha sonra qərarlar qəbul edir. Ümumi məsələlərlə bağlı qərar qəbul etmir əlbəttə ki. Bunların yəni belə deyək də qəbul etdiyi normativ hüquqi aktlar, yəni normativ hüquqi akt dediyim, yəni bunların qəbul etdiyi aktlar qanundur, qərardır. Yəni bu oxşarlıqlar da ola bilər və s. Və sual 24 yazmışam bura. 4-cü təsnifatda ən aşağı ixtisas dərəcəsi hansıdır? İnzibati vəzifədən söhbət gedir burada. Gəlin buna da baxaq. Bununla bağlı da mənim YouTube-da videom var. 3-dən başlayın demişdim. 3 nə idi? Baş müşavir, müşavir və bir də kiçik müşavir var. 4 isə olur müşavir, kiçik müşavir və bir də birinci dərəcə dövlət qulluqçusu. Deməli 4-də olur ən kiçik birinci dərəcə dövlət qulluqçusu. Bununla da bu imtahanda düşən sualların da izahına baxdıq. Düzdür, bu suallarla bağlı tam məlumatımız yoxdur. Yəni birə-bir burada A, B, C, D variantlarını yazaq. Ancaq əgərləri bu imtahanda iştirak edən şəxslər varsa, onlar YouTube hissəsində, aşağıda şərh hissəsinə yaza bilərsiniz. Eyni şəkildə bilirsiniz, mənim Telegram qrupum var, WhatsApp qrupum var. Onlara da üzv olaraq orada da öz şərhlərinizi bildirə bilərsiniz. Əlavə olaraq hardasa nəsə bir yanlışım olubsa, onunla bağlı da aşağı hissədə, yəni şərh hissəsində şərh yazmağınızı belə deyim, sizdən xahiş edirəm, çünki bu mənə kömək olur. Bax belə. Əlavə olaraq da nə sualınız olsa, həmin qruplarda yaza bilərsiniz. İzlədiyiniz üçün sağ olun. Görüşənədək.